Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlərim, necəsiz? Mənimlə şəkil biraz qəribə görsənsə də, yəni sualı ilk baxanda biz biraz çəkinsək də, amma sual çox sadə sualdır. Şəkildə bir olan üçbucağın sahəsini soruşur bizdən. Tərəflər verilib, tərəfi 10, iki tərəfi 10-dur, oturacağı isə 12-dir. Bu baxanda bu üçbucağın bərabər yanlı üçbucaq olduğunu mən şəkildən görürəm. Nə edə bilərik? Buradan bu şəkildə bir hündürlük endirərik. Bərabər yanlı üçbucaqda hündürlük tən bölən median və bir-birinə bərabərdir, elə deyilmi? Yəni aşağını 2 dənə bərabər hissəyə bölür. Aşağı 12-dirsə, bu hissə olacaq 6, bu hissə olacaq 6. Və burada yaranan üçbucağın 6, 8, 10 yəni Pifaqor ədədləri olduğunu görürəm. Və yaxud da 10-un kvadratından 6-nın kvadratını çıxacaqsınız, qalacaq 8-in kvadratı. Üçbucağın sayəsini tapırıq. Tərəf 12, tərəfə çəkilən hündürlük 8 və 10-un yarısına bərabərdir. Ümumilikdə cavab olacaq 48, yəni A variantı.